Deməli, Əliyar Əliyev küçəsidir bura. Bir absurd məqamı göstərir, amma Asparking ümumiyyətlə xalqı bezdirib, yəni hər kəs Asparkingdən narazıdır. Deməli, bir nüansa diqqət çəkmək istəyirəm. Burada görürsünüz də Asparkingin lövhəsi quraşdırılıb, amma bir şey göstərir ki, burada Araz marketdir, digər yerlərdir ki, obyektlər var da. Yəni, təbii ki, burada yola heç bir, yəni digər tərəfdəkilər deyək mənim burada, amma yolun tam sağ hissəsində mağazaların qarşısında avtomobillər dayanması üçün yerdir. Burada gətirib nişan çəkiblər. Asparkingin belə deyək də ən uzaq maya çəkdiyi xərc bu nişandır da. Yəni emulsiya deyək biz buna. Bu da eləsin 100 manat, 200 manat. Amma vətəndaş gəlib Araz marketdən alış-veriş eləmək istəyəndə 15 dəqiqədən çox çəkir də təbii ki. Və buna görə də əlavə pul ödəməlidir, rüsum ödəməlidir. Asparkingi dolandırmalıyıq. Elə mən təklif eləyirəm ki, Azərbaycanda Asparkinglə cərimələri vətəndaşların ixtiyarına versələr, vətəndaşlara ümumiyyətlə heç bir belə deyək də hardasa işləməyə ehtiyac yoxdur. Elə bu cərimələrlə bu milləti dolandırmaq olar. Güya siz sıxlığın mı qabağını alırsınız, yoxsa neyinirsiniz? Yəni bunu mənə ətraflı şəkildə bir xahiş eləyirəm, izah eləsin o qurumun əməkdaşı. Baxın, cəmaatın mağazasıdır. Mağazanın qarşısını eləyirlər Asparking. Niyə? Vətəndaş niyə pul ödəməlidir? Əliyar Əliyev küçəsidir, ətraflı göstərirəm. Buranı da eləyiblər Asparking. İnsanlar pul ödəməlidir. İnanın ki, burada işıq dirəyi olmasaydı, buradan da qazanç tutacaqdılar. Ayıbdır, vallahi.